Salam, xoş gördük. Növbəti podkastla qarşınızdayıq. Bu gün qonağım Uzaq Asiyadan, Çindən Xəyaldır. Xoş gördük Xəyal. Salam Rüfət müəllim, xoş gördük sizi. Təşəkkür edirəm dəvətiniz üçün. Çox sağ ol. Bakıdakı qısa vaxtında bizə vaxt ayırdığın üçün. Zəhmət olmasa qısa özün haqqında məlumat verərdin təhsil tərəfindən bağlı, sonra daha detallı söhbət eləyək. Mən Xəyal Abdullah, 21 yaşım var. Hazırda Çinin Zhejiang Universitetində maliyyə ixtisası üzrə magistr təhsili alıram. Bundan öncəyə qayıtsaq, məktəb illərimi ekologiya liseyində oxumuşam. Ondan sonra 2021-ci ildə Zhejiang Gongshang Universitetində bakalavr pilləsinə başladım və 25-ci ildə də bitirdim. İndi isə magistr təhsilimi hazırlayıram. Okay. Gəl biraz 4-5 il öncəyə gedək. Bayaq Xəyalla görüşəndə deyirəm ki, Xəyalı görəndə qocaldığımı hiss elədim. Biz Xəyalla pandemiya dövründə dərs keçmişdik. İstəyirəm ki, o Zhejiang Gongshanga qəbul prosesindən danışasan ki, hansı tələbləri var idi? Pandemiya dövründə bilirəm ki, bir müddət Bakıda qaldın. Biraz o dövrdən danış ki, ümumiyyətlə başlanğıc necə oldu? O universitetdə hansı ixtisasda başladın? O ilk 2 ilin durumu, Çin dili ilə bağlı. Yəni ümumi bir o Gongshangı bilməyən biri üçün bir təsəvvür formalaşdırsan, həm girişlə bağlı, həm oxuma dönəmi ilə bağlı zəhmət olmasa. Məndə düzü bu Gongshanga müraciət necə oldu? Mənim əslində Çinə müraciətlə bağlı bir planım yox idi. 9-cu sinifdə oxuyanda Çindən gələn qonaqlarımız oldu. Onlar da həmin o Gongshang Universitetinin olduğu ərazidə yaşayırdılar. Onlarla elə mən söhbət əsnasında onlar oradakı universitetdən, təhsil həyatından mənə danışdılar. Məndə də Çinə qarşı bir maraq yarandı. Sonra onların kontaktlarını götürdüm. Onlar elə bir ki, mənə oradakı universitetlərin qəbul şərtlərini, necə mən hansı imtahanı verib ora qəbul ola bilərəm və nə vaxt müraciət edə bilərəm. Bütün prosesləri onlar, yəni universitetdən maraqlanaraq mənə bölüşdülər və mənim üçün də elə bir ki, həmin universiteti səyahət elədilər, orada hər bir şəraiti göstərdilər. Daha sonra orada mən müraciət elədiyim proqrama tək IELTS nəticəsi ilə müraciət edə biləcəyimi dedilər. Mən də həm də Çinə qarşı sonra bir maraq yarandı ki, yəni onlar oradakı adət-ənənədən sonra yəni daha çox məsələn Avropadansa dedim Asiyaya gedim. Həm də Çin dilinin artan o vacib önəmliliyini nəzərə aldım. Dedim niyə də Çin yox. Ona görə elə istədim ki, ilk xaricdə təhsilimi Çinlə başlayım. Əslində çox fərqli universitetlərə də müraciət eləmədim. Çünki o demişdi ki, mən ora müraciət eləsəm bu nəticələrlə, yəni %80 ehtimallı mənə qəbul eləyəcəkdilər ora. Ona görə elə tək müraciət elədiyim universitet o oldu. Orada qəbul aldım. Hansı ixtisasa qəbul aldın Xəyal? Beynəlxalq biznes ixtisasına qəbul aldım. Biraz oradakı təhsil təcrübəndən də danışmanı istəyərdim ki, ilk illər ümumiyyətlə necə keçdi? Hansı fənləri daha çox keçdilər? Adaptasiya prosesi necə oldu? Çünki Çinə getməklə bağlı bir çox ailənin və tələbənin, şagirdin narahatlığı var. Oranın mədəniyyəti ilə bağlı, qidaları ilə bağlı. İstəyirəm ki, bir fikir formalaşdırasan. Düzü məndə ilk 2 il, 1-ci və 2-ci ilim onlayn şəkildə keçdi pandemiyaya görə. Amma həmin vaxt keçəndə də mən burada yəni Çinlilərlə mütəmadi əlaqə qururdum. Çünki universitetdən əlavə olaraq mən burada Dillər Universitetində Çin dili kursu var idi. Orada Çinlilərlə Çin dili öyrənirdim. Ondan savayda universitetdə hansı dərslər idi? Bizdə ilk semestrdə daha çox ilk bir ayda Çinin hüquq bilik müsabiqəsi olacaqdı. Orada elə bir ki, Çindəki beynəlxalq tələbələrin hüquqları, onların necə qayda qanunlara riayət etməlidirlər. Yəni onlar belə şeylərə çox önəm verirlər. Bu ümumi məsələn qaydalardır, beynəlxalq tələbə hüquqlarıdır. Elə bunun dərs keçəndən sonra bir ay sonra bununla bağlı da yarış müsabiqəsi keçirdilər onlayn formatda. Orada da mənə ən yüksək nəticə göstərdiyimə görə fərqlənmə verdilər o müsabiqədə.
Ondan sonra bizdə ixtisas fənləri keçirdilər. İlk mikroekonomiks keçdilər, daha sonra makron keçdilər və ümumi daha çox ilk ildə sadə dərsləri keçdilər. Ofis proqramları olsun, hansı ki bizə bu marketinqlə bağlı dərslər keçdilər. Bunlar bizə hansı ki gələcəkdə bu sahədə işləyəriksə terminli olaraq, teori olaraq kömək edə bilən fənlər idi. Amma təhsil ingiliscə idi. Təhsil bütöv ingiliscə idi, bəli. 3-cü kursdan artıq Çinə getməyə başladın. 3-cü kursu başladım Çində davam eləməyə sentyabrdan. Biraz istəyərdim ki, o təcrübənlə də bağlı danışasan ki, bakalavrın son 2 ili necə keçdi? O mədəniyyət, o mühit, yataqxanada mı qalırdın, evdə mi qalırdın? Biraz daha detallara girək. İlk dəfə gedəndə orada, yəni ilk dəfə Çinə çatdım, belə çox qəribə oldum, belə bilmədim ki, mən yəni Çinə ilk dəfə ayaq basanda orada fərqli bir ab-hava var idi. Çünki çox qarışıq bir universitetin yanına getməmişdim, başqa bir yerə getmişdim. Çox fərqli bir ab-hava var idi. Belə street foodlar var idi orada çoxlu. Yəni belə fərqli də illəri var idi. Yəni bizim milli yeməklərdən çox fərqli idi. Ona görə ilk təəssüratım çox da yaxşı olmamışdı belə. Oradakı o ab-havanı görəndə. Adam biraz ürküdür, hə? Adam biraz ürküdürdü. Sonra yavaş-yavaş bir həftə, 2 həftə məndə çətin proses oldu. Oradakı həyata uyğunlaşma prosesi. Ondan sonra artıq universitetə yerləşəndən sonra yataqxanada qalırdım. Universitetə yerləşəndən sonra artıq dərs seçimləri eləyəndən sonra artıq universitet ərazisi çünki normal idi. Ora biraz daha seyrək yer idi, daha çox yəni yaxşı şəhər olaraq gözəl inşa edilmişdi. Həmin şəhərdə Çiantan bölgəsi gedirdi. Orada sırf həmin şəhəri sırf universitet şəhərciyi olaraq yaradıblar. Orada 16 dənə fərqli universitet var həmin şəhərdə. İlk dəfə gedəndə biz orada başladıq. Sentyabrda klub seçimləri oldu. Mən 2 dənə fərqli kluba müraciət elədim. Biri Məzunlar Assosiasiyası, digəri isə Gələcək Sahibkarlar klubu idi. Burada da bütün üyələr, bütün klub üzvləri hamısı Çin tələbələri idi. Yəni xarici tələbə əslində götürmürdülər. Prosta mən onlara dedim ki, mənim üçün çox maraqlıdır. Yəni Çinlilərlə bir yerdə olmaq, sizin klubun üzvü olmaq. Onlar mənə dedilər ki, sən dil bariyeri yaşayacaqsan. Mən dedim ki, mən yəni Çin dilində gündəlik istifadədə danışa bilirəm. Dedilər ki, okey, səni götürürük biz kluba üzv kimi. Sonradan başladıq onlarla bir yerdə. Məsələn, Alumni Assosiasiyada biz gedirdik, səyahət planları hazırlayırdılar. Digər keçmiş məzunlarla bir yerdə görüşlər olurdu. Çinin fərqli yerlərinə turlar təşkil edirdik. Digəri isə daha çox sahibkarlıqla bağlı klub idi. Orada maraqlı bir şey var idi. Bizi məsələn aparırlar başqa bir şəhərlərə, tanımadığımız bir şəhərlərə. Bütün cihazları götürürdülər. Deyirdilər ki, qrup şəklində siz gedib işləməlisiniz orada və bütün gündəlik xərclərinizi, qalma xərclərinizi qarşılayıb həmin şəhərdə qalmalısınız. Elə bir ki, bir növ necə pul qazanmağın yolunu öyrədirdilər ki, bizə. Yəni heç bir cihaz olmadan, heç bir şey olmadan necə həmin tanımadığımız bir şəhərdə, tanımadığımız bir insanlarla işləyib pul qazana bilərik. Maraqlıdır ki, orada nə tip işlər görürdünüz ki, o tapşırığı belə deyim yerinə yetirəsiniz? Biz aparmışdılar turistik bölməyə orada. Turistik bir ərazi idi. Orada məsələn məsələn daha çox turistik yerində orada müxtəlif dekorlar falan satırdılar və yaxud suvenirlər olsun, sonra yemək üçün fərqli street foodlar olurdu. Məsələn, mən orada bir getdim coffee shopda işlədim. 1 saat elə ki və belə bir qanun qoymuşlar ki, bir işdə 1 saatdan çox işləmək olmazdı. Maksimum 1 saat. Fərqli yerlərdə işləmək lazım idi belə. Məsələn, fərqli yerlərdə bir barista da var idi coffee shopda, bir o suvenirləri satmaqda elə bir şey kimi, ticarətçi kimi fəaliyyət göstərdik. Sonra
Orada Çində meyvələr çox məşhurdur. O küçədə elə bir ki, meyvəni kəsirlər, hazır vəziyyətdə onlar onu insanlara verirlər və o məsələn Çinin demək olar bütün küçələrində olur. Onu məsələn bizə verirlər ki, hə siz kəsin, siz insanlara paylayın, qarşılığında da sizə ödəniş verək. Nə maraqlı. Elə axırda yarışma keçirirdilər. Bu məsələn bizim universitetdəki klub aktivləri gələ bilər ki, ondan əlavə də ki bizdə orada yəni mən daha çox elə bir ki universitetdə düz dərsləri yaxşı iştirak elirdim, amma daha çox universitetdən kənara məndə maraq yaranırdı ki, yəni insanlarla daha çox vaxt keçirim də elə bil. Orada məsələn bir cəmiyyət evi var idi. Dövlət binası kimi gedirdi ora. Orada müxtəlif şeylər keçirdirdilər. Aktivitetlər olsun, yəni oradakı yaşayan insanlarla bir yerdə. Və sonra orada işləyən bir müəllim məni elə bir ki, ora üzv kimi təyin elədilər. Dedilər, səni burada Çinin milli adət-ənənələrində, bayramlarında səni çağıracağıq. Burada sən də iştirak eləyərsən bu tədbirlərdə falan. Onu çağırırlar. Ondan əlavə də mənə bir dəvət elədilər. Dedilər ki, Çində 2023-cü ildə sentyabrda 19-cu Asiya oyunları keçirilirdi. Elə bir ki, Hanzhou şəhərində keçirilən Asiya oyunları. Onun bir növü də bəzi oyunlar da bizim universitetdə keçirildi. Mənə dedilər, burada könüllü imkan var. Yəni sən könüllü kimi burada fəaliyyət göstərə bilərsən. Mən də adım yazdılar orada. 2 həftə orada elə bir könüllü o Asiya oyunlarında orada da fəaliyyət göstərdim. Orada hətta məni Çin televiziyasına çəkiliş eləmişdilər ki, bir yer təşkil eləmişdilər. Çinli ailələrlə bir yerdə izləyən Azərbaycanlı gənc oğlan Çinli ailələrlə bir yerdə Çinin Asiya oyunlarını bir yerdə izləyir. Elə bir bütün hamısı Çinli ailələrdir. Bir dənə tək mən oturmuşam orada Azərbaycanlı olaraq. Onlarla mən soruşurlar ki, necə təcrübə idi, necə yəni hiss idi onlarla bir. Mən dedim ki, yəni eyni hissi görürüm ki, onların vətəndaşları udanda o hissi onlarla bir yerdə yaşamaq o özü çox yaxşı bir şeydir. Yəni məsələn bayraq qaldırırdılar, mən də onlarla bir yerdə eləyirdim. Yəni yaxşı bir hiss idi o da. Orada elə bir müsahibə almışdılar məndən onunla bağlı. Universiteti neçə ortalama ilə bitirdin Xəyal? Universiteti mən 87 ortalamasıyla bitirdim. Onda dərslər də yaxşı aparmısan. Dərslər də ki, daha çox bir ikinci semestr yaxşı apardım, amma üçüncü semestrin dərsləri biraz ağır idi. Yəni həm də orada tezis müddəti başladı. Ona görə də əslində daha çox ola bilərdi, amma bəzi tezislə bir yerdə aparmaq çətin oldu. Yəni biraz elə oldu. Bəs mənə bir də tərəfi maraqlıdır ki, universitet daxili qida ilə bağlı durum nə idi? Çünki bir çox ailələr, bir çox tələbələr üçün qida da bir sualdır Çinlə bağlı ki, ancaq nə bilim belə bizdə stereotiplər var da ki, ancaq hamı it əti yeyir, hamı pişik əti yeyir. Yəni ola bilər ki, o əti yeyirlər, amma alternativlər varmı, yoxsa qida ilə bağlı durum nədir? Sən ümumiyyətlə 3-4 ildə ordasan, bir əziyyət çəkirsənmi qida ilə bağlı? Valla mən yəni düzün deyəcəm, mən hələ Çində qida ilə bağlı mən 3 il içindəyəm, yenə də çətinlik çəkirəm. Yəni qida problemi orada həmişə olur. Düzdür. Dadlı yeməkləri olur, amma bizim mətbəx o qədər yəni genişdir, gözəldir və biz ora gedəndə eyni dadı ala bilməyəndə və biz bəyənmirik onları. Məncə o bir çox ölkədə var. Yəni ki, bir çox ölkədə var ki, Bakıdakı qidaların dadını, yağın, ətin və fərqli nə bilim tərəvəzlərin dadını bir çox ölkədə olan həm yerlərimiz o ala bilmirlər. Oradakı qidalardan, yeməklərdən ala bilmirlər. Bəli, o düzdür. Məsələn, Çində qida yəni büdcə olaraq, qiymət olaraq çox ucuzdur. Yəni burdakı mən deyərdim Bakıdakı yəni evdən uzaqda yaşayan tələbə həyatı üçün və Çində yaşayan tələbə həyatı Çindəki qat-qat ucuzdur. Yəni burdakı xərclənən vəsaitdən. Amma qidanın özü də, yəni məsələn universitetin yeməkxanasında orada olan yeməklər hamısı keyfiyyətli məhsullardan hazırlayırlar. Yəni büdcə olaraq da yəni çox gündəlik 3 yemək
3 dəfə yemək yeməklə, yəni sən çox vəsait xərcləmirsən. Amma deyərdim ki, hə, o yeməklər sənin üçün kifayətdir, amma yox, kifayət deyil. Çünki Çinlilərin yeməklərində bizim kimi, məsələn, bir normal Azərbaycan yeməyi yeyəndə, bir də Çin yeməyi yeyəndə, yəni hiss edirsən ki, Azərbaycan yeməyi yeyəndə fikirləşirsən ki, mən artıq doydum. Amma Çində yemək yeyəndə, yəni sən doymursan. Sadəcə elə bir ki, alladırsan ki, yəni yemək yedim mən belə. Amma Çin mətbəxi dünyanın ən zəngin mətbəxidir. Yəni orada istənilən yerə gedəndə daha çox street yeməkləri məşhurdur. Sonra fərqli mətbəxləri var. Hər bir bölgənin, hər bir şəhərin özünə məxsus yeməkləri var. Yəni mən məsələn gedəndə hamısını yoxlayıram. Yəni elə kəşf edirəm ki, görüm bəlkə hər dəfə kəşf edirəm ki, mənim bəlkə ağız tadıma uyğun, bəlkə daha yaxşı çıxar. Yəni amma kəşf eləməyə çox gözəl yerdir. Çünki yəni hər şey elə bir ki, elə bir imkan çoxdur. Yemək baxımından, səhət baxımından, yəni o qədər çeşid var ki, hər şeydən. Ona görə adam sıxılmır oradakı o çeşidlərdən. Qəşəng. Burada istəyərdim ki, yataqxana ilə də bağlı danışasan, Xəyal. Ki, yataqxana ayrıca bir özəl yataqxana idimi, yoxsa universitetə məxsus idimi? Ümumiyyətlə təkmi qalırdın, yoxsa otaq yoldaşı mı var idi? Yataqxananın şəraiti, facility-ləri, belə deyək də, infrastrukturu. Biraz istəyərdim ki, qaldığın yerlə universitetə məsafəsi yaxındımı, uzaqdımı? Biraz istəyərdim o haqqda da danışasan. Yataqxana universitetin öz yataqxanası idi. Orada elə bir ki, Çinin həmin universitetin 2 dənə böyük yataqxana ərazisi var idi. Bir hissəsini ayırmışdılar magistratura, doktorantura oxuyan tələbələr üçün və bir də beynəlxalq tələbələr üçün. Digər hissəsi də ki, sırf bakalavrda oxuyan Çinli tələbələr üçün. Çünki həmin universitetdə oxuyan Çinli tələbənin sayı çox, dəhşət çox idi. Ona görə elə 2 dənə böyük ərazi ayırmışdılar. Onlar da ki, universitetin öz təhsil binasından, kampusundan aralıda yerləşirdi. Yəni aralıdakı bir ərazidə. Ona görə hardasa deyərdim 2 kilometrə yaxın bir ərazidə idi və tələbələr də daha çox elektrik skuterdən istifadə edirdilər. Demək olar bütün tələbələr daha dərslərə falan vaxtında çatmaq üçün yataqxanalar da içində adətən demək olar bütün universitetlərdə bakalavr üçün 3 ya 4 nəfərlik otaqlar olur, magistr üçün isə 2 nəfər, magistr və doktorantura üçün 2 nəfərlik otaqlar olurdu. Mənim otaq yoldaşlarımda elə bir orada ölkələri necə müəyyənləşdirirlər? Məsələn, Azərbaycanın yaxın ölkələrlə, məsələn, Rusiya, Qazaxıstan, Özbəkistan kimi, məsələn, bir mərtəbəni sırf bizim yaşadığımız yataqxananın bir mərtəbəsini da ora məsələn Afrikadan bir insan gətirib həmin mərtəbəyə qoymurlar. Mərkəzi Asiyanı qoyurlar. Mərkəzi Asiyanı qoyurlar. Məsələn, mənim otaq yoldaşlarım ikisi Qazaxıstanlı idi, biri isə Rusiyalı idi. Digəri də məsələn həmin mərtəbədə olanlar da elə bölüşdürülürdü. Amma məsələn Afrika qitəsindən olanlar başqa mərtəbədə olurdu. Məsələn Pakistanlılar çox idi orada, onlar başqa bir mərtəbədə olur ki, yəni hər ölkədən olan vətəndaşlar bir-birlərinə rahat uyğunlaşa bilsinlər deyə. Bəs bu yeməyi falan onda çöldə yeyirdiniz. Yataqxananın sadəcə qalmaq və oxumaq üçün istifadə edirdiniz. Necə infrastruktur necə idi ümumiyyətlə otaqların infrastrukturu? 4 nəfər çox deyildi yəni. 4 nəfər otaq böyükdür. Yəni 4 nəfərdəki yerləşirdi. Yəni yemək bişirmək üçün də özləri yer ayırmışdılar ki, hər mərtəbədə mətbəx var idi. Orada yəni istəyən tələbə özünün avadanlıqlarıyla yemək bişirə bilərdi. Və yəni dediyim kimi otaqlar elə ölçüdə qurulmuşdu ki, yəni 4 nəfər üçün kifayət eləyirdi. Çünki hər bir tələbənin necə ki bizdə məsələn mən şeydə görmüşdüm. Bizdə Xankəndində Qarabağ Universitetində tələbə yataqxanası, hər tələbənin özünün masası var, özünün yatağı, dolabı var, yatağı. Hamısında elə bir ki hansının ki özünkü üstünə elə işarə qoyublar. Elə orada içində də elə idi. Məsələn
bu yatağın sahibinin əvvəlcədən onlar ayarlanıb da. Məsələn, tələbə gedib orada özü seçim eləmir. Çünki özü seçim yatağı götürürsə, onun kravat şkafı da, dolabı da, hər şeyi artıq ona uyğun ayarlanıb orada. Sən bayaq dedin ki, davamında tezisdə də başladın. Bakalavrda tezis mövzunu nə seçmişdin? Və ümumiyyətlə tezis prosesi necədir içində? İstəyirəm ki, biraz o haqqda da danışasan. Bakalavrda mən daha çox bu istehsalçı şirkətlərindən maraqlanırdım. Bir də mənim orada sevdiyim bir professor var idi. Onun da biz onunla məsələn mən 2 dənə dərsini götürmüşdüm. Həmin professorun da öz araşdırma sahəsi servitization idi. O da nə idi? İstehsalçı şirkətlərə inteqrasiya olunan servis xidmətləri, hansı ki bu onların ixrac performansına da təsir edə bilər və yaxud aşağıda sala bilər. Daha yaxşı istehsalçı şirkətin daha yaxşı potensiala sahib olması üçün daxil olan servis xidmətləri, müxtəlif servis xidmətləri. Burada məsələn satış xidmətləri ola bilər, marketinq xidmətləri ola bilər, fərqli cəhətlərdən təsir eləyir. Mən də elə tezis üçün elə həmin professorla yola çıxdım. Supervisorum oldu. Onun da həmin o araşdırma sahəsində mənə çox kömək edə biləcəyinə görə mən də elə həmin o konsepti götürdüm, o servitization götürdüm. Elə o üzrə başladım araşdırmağa. Bizdə mən araşdırmanı empirik üzərindən götürdüm. Bir şirkət Azərbaycandan seçdim, bir şirkət Çindən seçdim. Həmin şirkətlərdəki elə bil ki, bir-birlərinə eyni sənayedə fəaliyyət göstərən şirkətlər idi. Çində Kofco Group, o da yemək və qida sənayesi üzrə Çinin ən böyük şirkətlərindən biridir. Bizdə də ki, Azərsun Holdingi götürdüm. Onlardan müsahibələr götürdüm, orada işləyən nümayəndələrlə bağlı survey keçirdim. Daha sonra həmin o yaratdığım o hansı ki onların servis xidmətlərinə hansı bu faktorlar onların ixrac performansına təsir göstərir. Daha çox bu yöndə araşdırma idi. Bu üzrə də elə tamamladım. Supervisor da elə bu yöndə mənə çoxlu köməklər bildirdi. Yəni demək olar bəzən Çində biraz elmi rəhbərlə bağlı biraz çətinliklər olur. Çünki çox professorlar daha çox Çinli tələbələrlə daha çox yaxşı daha çox işləyə bilirlər. Çünki həm onların ingilis dilində bəzi şeyləri çox yaxşı izah edə bilməməsi, həm də ki həm də bəzi Çində araşdırma məncə sahəsi qlobaldan məncə daha çox fərqlidir. Daha çox başqa cür yanaşırlar elə bir ki. Amma mənim supervizorum bakalavrda, magistraturanda, doktorantda da Amerikada oxuduğuna görə mən onunla məsələn çox rahat işlədim. Mənə çox köməkli oldu. Yəni onda məsələn mənim bəzi qrup yoldaşlarımın təcrübələrinə görə onlar çox çətinliklər yaşayırlar, amma məndə yəni heç bir çətinlik olmamışdı. O mənə həmin araşdırmanı müvəffəqiyyətlə qurtarmama görə çox kömək elədi, yardım elədi. Qəşəng. Burada bir də istəyərdim ki, bura qədər danışdıqlarına əlavə həm də Çin dili ilə bağlı danışasan ki, Çin dili ümumiyyətlə orada hansı nöqtələrdə, yəni ümumiyyətlə ingilis dili kifayət eləyirmi həm təhsil həyatı üçün, həm sosial həyat üçün, yoxsa hansı nöqtələrdə dil lazım olur, nə qədər lazım olur, öyrənmək nə qədər sənin halında nə qədər rahat başa gəldi və ya çətin başa gəldi. İstəyirəm biraz Çin dili ilə bağlı təcrübəni bölüşəsən və həm də hansı səviyyədəsən, o səviyyəyə çatmaq nə qədər vaxt ala bilər, biraz o haqqda da danışardım. Tamam. Mən Çinə ilk qəbul olduğum müddətdən sonra mənim proqramım ümumi ingilis dilində tədris olunurdu. Amma mən bildim ki, Çinə gedəndə bu dil bariyeri mütləq olacaq. Çünki Çində mən araşdırmışdım ki, Çində ümumi xalq
ingilis dilində danışanların sayı azdır. Əslində ingilis dilində çox yaxşı bilirlər, amma sosial olaraq onu danışıq xaricilərlə onu danışa bilmirlər. Və ona görə mən dedim ki, Çinə getməmişdən qabaq, burada da fürsətim oldu. Çünki 2 il onlayn oxudum. Çinə getməmişdən qabaq mən burada başladım Çin dilini öyrənməyə. Bizdə həm universitetdə də keçirdilər Çin dili dərsləri. Çünki universitetdən məzun olmaq üçün mütləq HSK 4 sertifikatı mütləq olmalıdır. Bir dənə izah elə ki, neçə HSK var və birdən 6-ya gedir, 6-dan bir dənə məntiq izahlı. HSK imtahanı 1-dən 6-ya doğru gedir. Hər imtahanı götürəndə onun levelində imtahanlar olur. Məsələn, HSK 3-ün imtahanını götürürüksə, 3-ün materialları daxilində olur. 4-ünü götürürsə, ancaq 4-ü cover edən materiallar olur. Və bu bəzən məsələn indi burdan bəzi ailələr var ki, istəyir ki, tələbələr istəyir ki, tələbə öz övladları ümumi bakalavr Çin dilində oxusunlar və bunun üçün də mütləq qabaqcadan HSK, məsələn, bakalavr üçün minimum HSK 3 olmalıdır və yaxud 4 olmalıdır, amma magistr artıq doktorantura üçün mütləq 5 olmalıdır. Amma belə bir şey də var ki, Çin dilində tədris olunan və ixtisası oxumaq bizim nə qədər də Çin dilimiz yaxşı da olsa, yazmağımız, oxumağımız, hieroqlifləri tanımağımız bu yəni də bizə çətin olur. Yəni Çin dilində oxuyan bir xarici tələbə üçün. Çünki tezis prosesində belə bu problem yaradır. Yəni çünki beynəlxalq tələbə ola bilər Çin dilində danışır, amma Çin dili həqiqətən çox çətin olduğuna görə o universitet oxumaqda problem yaradır. Yəni onun üçün bəzən tələbə gərək qabaqcadan fikirləşə ki, mən bunu öhdəsindən gələ bilərəm, yəni Çin dilində bakalavr və yaxud magistratura oxumaq üçün. Başa düşdüm. Bəs ümumiyyətlə HSK 4-də nə qədər vaxta çatdın xəyala və necə elədin? Bakıda hansı qismini həll elədin? Çində hansı qismini həll elədin? Bizdə universitetdə keçirdilər onsuz onlayn formatda dərslər keçirdilər və imtahanı da ki HSK 4 imtahanı 2-ci ilin elə bir noyabrında oldu həmin imtahan və mən də daha yaxşı dilə hazırlaşmaq üçün burada Konfutsi Universiteti var idi. Orada Çinli müəllimlər işləyirdi. Mən orada kursa başladım. Orada da bir Çinli müəllimlə eyni dərslərdən əlavə olaraq onunla da bir yerdə hazırlaşırdım. Daha çox həmin müəllimə istəyirdim ki, mənə danışığı daha çox öyrətsin. Çünki Çinə gedəndə istəyirdim ki, danışıqla bağlı çox problem yaşamayım. Onsuz hieroqliflərdir, ümumi qrammatikadır, universitetdə keçirirlər. Bizdə məndə HSK 4-ə hazırlaşmaq prosesi 1 il hardasa 1 il yarım çəkdi elə bir ki. Çünki həmin müddətdə çox intensiv hazırlaşırdım. Həm müəllimlə bir yerdə hazırlaşırdım, həm universitetin dərslərini götürürdüm. Bir də belə bir şey var idi. Bizdə universitetdə keçirilən HSK 4 imtahanı o sadəcə universitetin öz daxili daxili keçirdiyi bir imtahan. Yəni biri var rəsmi olaraq gedirsən imtahan mərkəzində imtahan verir. Bir də var universitet sadəcə özü imtahan mərkəzi əslində bunlara o autorizasiyanı verir ki, sənin sertifikatın tanınır. Yəni Kitay Təhsil Nazirliyi bu universitetdən olan keçirilən imtahan şəklində tələbəni məzun edə bilir bu 4 level imtahan ilə. Amma mən bəzən imtahanda iştirak edəndə fikir verdim ki, real HSK 4 imtahanı çətinliyində deyildi. Bilmirəm, bəlkə öz tələbələri üçün deyənə biraz çox çətin formatda salmamışdılar. Ona görə həmin imtahandan çox az tələbə kəsildi. Yəni demək olar çox beynəlxalq tələbə hamısı keçdi o imtahandan. Başa düşdüm. Bəs ümumiyyətlə Çin dilinə nə qədər ehtiyac olur? Bu bir imtahan hazırlığını Çində olarkən Çin dilinə gündəlik həyatda, sosial həyatda ümumiyyətlə istifadə intensivliyi nə qədərdir? Nə qədər aktiv Çin dili lazım olur? Məncə məsələn
fərqlidir. Çin dilində məsələn danışıq hissəsi mən deyərdim ki, bizim Azərbaycan dilinə daha çox oxşuyur. Yəni cümlə quruluşu, strukturu ona görə rahatdır. Bir dənə danışıqda başlayanda bu sözlərin tələffüzü bəzən çətinlik olur. O ilk 1 ayda, 2 ayda çətinlik, amma sonra ona öyrəşəndən sonra o düzgün tonları, vurğuları qoyandan sonra artıq özü yoluna düşür. Rahat Çinlilər də ki, hələ görürlər ki, Çində olarlar, görürlər xarici bir tələbədir, bu Çincə danışmağa can atır. Onlar daha da onunla danışmaq istəyirlər, daha da istəyirlər ki, öyrədələr. Yəni istənilən bir Çinli ilə qarşılaş, onlar səndə səhv tutmayacaqlar. Sən danış, səhv də danışsan, düz də danışsan, sənə başa düşəcəklər, sənə köməklik eləyəcəklər ki, necə daha yaxşı danışmaq olar. Yəni hamısı bu şəraitdə, yəni Çində mən məsələn deyərdim ki, məndə fərqli bir şey oldu. İngilis dilinin danışığı, məsələn biz 2-ci, 3-cü sinifdən biz hazırlıqlara gedirik də, İngilis dilindən məsələn müəllim yanına gedirik, məktəbdə keçirlər. İngilis dili yəni bir 6-7 il öyrənmə prosesi oldu. Mütəmadi olaraq məktəbdə də öyrənirik, əlavə kurslara da gedirik. Amma fikirləşirik, amma nəticədə görürük ki, danışıq prosesi çox da yaxşı inkişaf eləmir, yaxşı danışa bilmir. Amma Çində gedəndə o ilk 6 ayda məndə çox yüksək bir artım oldu da danışıqda. Özüm də hiss eləmədim ki, bu necə artım. Mən Çin dilinin danışığını İngilis dilindən çox tez öyrəndim. Çünki yerli əhali ilə çox əlaqədə olanda çox kömək olur. Dəhşət, yəni o danışığa həqiqətən çox təsir edir o. Məsələn, dinləmə də orada, məsələn, adicə metroda gedəndə, küçədə gəzəndə daha çox onlar aralarına danışırlar, dinləyirsən, o vəziyyətdən elə bir başa düşürsən ki, onlar nə deyir və o dinlədiyin də təkrar eşidəndə, eləyəndə artıq sabahsı gün özümüz də istifadə edirik və o çox kömək olur. Mən məsələn indiki halımda mən Çin dilində o qədər danışdığım cümlələr var ki, mən onları yaza bilmirəm və yaxud görsəm onu oxuya bilmirəm. Çünki hieroqliflərin də çoxdur da, yəni dəhşət çox hieroqlif var. Çində məsələn əlifba yoxdur, hamısı hieroqlifdir və imtahan, məsələn HSK 4 imtahanına hazırlaşsansa, sırf onun hieroqliflərini öyrənirsən. Müəyyən sayda hieroqlifdir. Hə, deyirlər ki, bu qədər bu sayda hieroqlif bilirsənsə, imtahanı rahat keçə bilərsən. Amma onu bilən bir tələbə belə bəzən tələbələr HSK 4-ü yaxşı verirlər, amma Çin dilində danışmaqdan biraz özləri belə rahat danışa bilmirlər. Amma cəmiyyətdə çox vaxt keçirəndə çox kömək olur. Başa düşdüm. Mən istəyərdim ki, bir də o sualı verim ki, Xəyal, bakalavr dövründə Azərbaycanda və ya Çində hansısa şirkətdə təcrübə proqramına qatıla bildin? İntern elədinmi? Elədinsə biraz da o təcrübəndən danışardın ki, ümumiyyətlə burada mı elədin, orada mı elədin, hansı tip şirkətdə elədin? Buyur. Tamam. Bizdə universitetdən proqram olaraq mütləq tələb edirlər ki, kredit olaraq internship mütləq olmalıdır. Mən də istədim ki, elə internshipdə içində tapım şirkəti, orada başlayım. Bizdə bir dənə top 500 şirkəti var bu müəyyən bir sənayedə. Həmin şirkətdən gəlmişdi bizim sırf bu MBA fakültəsinə gəlmişdi. Orada bunlar müqavilə bağladılar ki, bu sahədən məzun olan tələbələri biz cəlb edəcəyik internship imkanlarına və orada həmin o seremoniya olandan sonra o müqavilə seremoniya oldu orada. Ondan sonra başladılar müsahibəyə almağa tələbələri. Kimin ki o marağı yarandı həmin sahədə. Həmin şirkətdəki deyim ki o elə bir böyük bir qrup idi. Yəni onun həmin qrupun böyük fabrikləri var idi, müxtəlif elə bir ki sahələrdə fəaliyyət göstərirdi. Amma ən yüksək göstərdiyi fəaliyyət bir geyim tekstili idi. Bir də ki butulka
xam malı. Daha çox xam malı hazırlayırdı. Geyim tekstilində iplik olaraq onun xam malını hazırlayırdı və butulkada da ki PET deyirlər ona. Butulkanı hazırlayan o kimyəvi şeylərdən hazırlanan həmin xam malı dünyanın top şirkətləri var ki, məsələn Cola-dır, Pepsi-dir, digərləri və geyim üçün də ən belə deyim, lüks markalar var ki, onlara iplik hazırlayırlar. Və mən də çox bəyəndim, dedim, yəni ilk iş təcrübəsi olaraq məncə yaxşı bir başlanğıcdır. Məncə qəşəng başlanğıcdır. Bura müraciət eləyim. Onlar da elə bir ki, müsahibəyə başlayanda onlar məndən soruşdular ki, bəs sən bu sahədə nə bilirsən? Məsələn, hansı sahədə? Məsələn, tekstil sahəsi olsun, sonra bu butulka xam malı olsun. Mən dedim ki, mən bu butulka xam malında, yəni ilk dəfədir, yəni bu belə bir o PET sözü var, o hansı deyirəm, mən bu adı ilk dəfədir görürəm. Yəni bilmirdim ki, yəni şirkət var ki, hə bunun da məsələn bu materialı hazırlayır, digər o içki şirkətlərinə verir. Sonra amma dedim ki, mən tekstil sahəsini bilirəm. Dedim bizdə məsələn mənim ailədən də bizdə tekstil işi görürlər deyəndə, dedim bu sahəndə elə bir ki bilirəm və yəni təcrübəm də var bu sahə ilə bağlı. Sonra onlar əslində mən müsahibəyə başlayanda onlar daha çox bir də tələbəni nəyə görə seçirlər? Bu iş ortamına necə uyğunlaşacaq? Məsələn, fikir verirlər ki, bu tələbə Çin dilində necə danışa bilir? Mən elə ilk orada introduction elə özüm onlar soruşmadan elə özüm Çin dilində girdim ki, qoy bunlar da özləri görsünlər ki, bəs bu tələbə rahat Çin dilində danışa bilir. Elə onlardan da həmin də o da yaxşı təəssürat verdi onlara. Ondan sonra əlaqə nömrəmi götürdülər mənim, dedilər ki, səni bir də daha sonra başqa müsahibəyə də çağıracağıq departamentlə. 2 gün sonra çağırdılar holdingin binasına çağırdılar. Orada departamentin direktoru məni müsahibəyə götürdü. O müsahibə çox uzun çəkdi. Rahat 2 saata yaxın çəkdi. Çünki o müsahibədə həm departamentin direktoru idi, həm onun müavini idi, həm onun yanında işçiləri idi. Elə bir ki, onlar daha çox bizdə orada 1 saata Azərbaycandan getdi. Azərbaycanla bağlı o qədər suallar verdilər ki, maraqlı gəldi onlara. Çünki ilk dəfədir bir Azərbaycanla qarşılıqlı söhbət eləyirlər və onlara maraqlı gəldi o. Və sonra onlar ümumi məndə nailiyyətlərimi soruşdular. Dedilər, nə kimi töhfə verə bilərsən? Və sonra 2 gündən sonra da dedilər ki, nə vaxt başlamaq istəyərsən? Onlar mənə çox kömək elədilər. Çünki bizdə elə bir ki, mənim ümumi internship müddətim 6 ay oldu və mən onu mən məsələn internshipə qəbul oldum, amma ondan 6 ay sonra başladım təcrübəyə. Çünki mən həmin şirkətlə erkən vaxtda tanış oldum, yəni elə 3-cü ilimin başlığında tanış oldum. Amma həmin vaxtda bizə dərs qrafiki çox ağır idi. Və mən onlarla müqavilə bağladım. Köməklik elədilər ki, yəni problem deyil də, sən 4-cü ilin 2-ci semestrindən də başlaya bilərsən, 4-cü ilin əvvəlində də başlaya bilərsən. Və mən onu 4-cü ildə də bizə dərs yox idi, yəni ancaq dissertasiya işi idi, yəni 4-cü ilin elə sentyabrından başladıq biz internshipə. Elə 6 ay orada mən fəaliyyət göstərdim və həmin şirkətdə demək olar bütün orada kollegalar hamısı ingilis dilində səlis danışırdılar. Çünki hamısı backgroundları beynəlxalq idi. Çoxu xaricdə təhsil almışdı. Yəni orada məsələn mən düzdür, üstünlük verirdim Çin dilində danışmağa, amma dil bariyeri heç cür olmurdu. Yəni ona görə çox yaxşı bir mühit idi orada. Hətta orada məndən yəni bu kimi bir belə podkast olmuşdu. Belə indiki çəkiliş kimi. Orada Azərbaycanlı bir tələbənin Çindəki iş mühiti ilə bağlı Azərbaycandakı olan iş rejimi soruşurdular, Çindəki fərqlənməni soruşurdular. Sonra adət-ənənəni maraqlanırdılar ki,
hansı adət-ənənələrimiz bir-birinə oxşuyur və yaxud fərqlənir. Bununla bağlı bir video çəkiliş eləmişdilər. İçində məli celebrity olmusan. Hə, onlar daha çox məni bu video çəkilişlərə falan daha çox cəlb eləyirdilər ki, çünki özlərinə də maraqlı gəlirdi ki, Azərbaycan həqiqətən mədəniyyət olaraq, adət-ənənə olaraq çox zəngindir və onlara da çox maraqlı gəlir ki, məsələn, bizdə oxşarlıq, mən orada oxşarlıq olaraq çay mədəniyyətini dedim. Çində məsələn çay mədəniyyəti çox böyük, geniş yayılıbdır. Amma bizdəkindən fərqli olaraq orada çay onları sadəcə çay brend kimi orada çox genişdir və çay növləri çoxdur. Amma bizdə çay məsələn masası daha çox insanları bir araya gətirir. Məsələn mən onlara deyəndə onlar deyir ki, çox yaxşıdır da, yəni məsələn insanlar çay içəndə daha çox bizə bir araya gəlirlər. Daha çox maraqlı söhbətlər olunur. Amma onlarda yəni çay mədəniyyəti daha çox başqa cürdür. Necə? Daha çox çayı onlar brendləşdirirlər. Yəni çayı daha çox dünyaya tanıdırlar, amma bizdəkindən fərqlidir. Yəni yanaşma elə bir ki. Sosial olaraq birləşdirmir. Sosial olaraq birləşdirmir. Amma ümumi Çinin çaya qarşı olan yəni yatırımı olsun, sonra onu brendləşdirmə olsun, çox yüksəkdir. Yəni o cəhətdən çox qabağa gediblər. Burada istəyərdim ki, xəyal, bir də işin elə bir qəbul tərəfindən danışdıq, prosesdən danışdıq. Bir də maddi tərəfi var ki, istəyərdim ki, təxmini xərc bölgüsünü şərt deyil ki, dəqiq deyəsən, amma təxmini həm illik, həm də aylıq hansı başlıqlarda, alt başlıqlarda bəlində xərclər çıxır. Təxmini o dediyin əyalətdə ta ki Qonqşangda oxumaq üçün və onu bildiyin üçün təxmini hansı xərc aralıqları çıxır, onu da bölüşərdin ki, tələbələr və ailələr üçün müəyyən fikir olsun ki, sən bir dənə buradan başlayaq, sən ödənişli oxumusan yoxsa öz təqaüdlə oxumusan? Mən təqaüdlə oxumuşam. Təqaüd Çinin Zhejiang Provincial Government Scholarship gedirdi bu adı. Bu təqaüd aylıq stipendiya vermirdi, amma yataqxana xərci və bütöv yataqxana xərci və ümumi illik haqqının hamısını qarşılayırdı. Qəşəng. Cib xərcliyini amma sən özünü qarşılayırdın. Cib xərcliyini aylıq özünün xərcliyi stipendiya vermirdi. Yəni aylıq xərcin özünü qarşılayırdı. Təxmini nə qədər xərcləyirdin? Hansı aralıqda? Təxmini məsələn 3000 indiki elə bil ki 3000 yuan məsələn elə bil ki bu şey var. Çinin öz təqaüd proqramı var. Orada tələbələrə 3000 yuan verirlər. Məsələn orada ümumi elə bil ki maksimum məsələn mən deyərdim ki 3000 yuandan o tərəfə keçmir. Amma bəzən 3000 yuan da bizim pulla 700 manat eləyir və yəni maksimum mən götürərdim ki tələbənin xərci 700 manat olar. Yəni ondan da o tərəfə yəni bu lüksə girir. Hə. Yəni adətən 600 manat civarında ümumi standart, yəni necə rahat, yəni çünki orada hər şey ucuzdur deyənə bu yəni heç nədən limitlənmirsən də, yəni bu ən yaxşı şəkildə olanda 600-700 manat çıxır. Bəli. Yəni limit çox yaxşı şeylərlə, məsələn bu sənin aylıq deyəm ki idman üçün üzv olursan bir spor salonuna, sonra digər fəaliyyətlər olsun, yəni nəqliyyat olsun, bəli. Hamısını əhatə eləyir. Yəni o cəhətdən yaxşıdır. Qəşəng. İndi istəyərdim ki, biraz keçid eləyək. Artıq sənin ötən il müraciət elədiyin Zhejiang Universitetinə. Necə qərar verdin ki, magistrda, ondan istəyirəm biraz danışasan ki, hansı etapda qərar verdin ki, magistrda Çində oxumaq istəyirsən, universitet dəyişmək istəyirsən, reytinq olaraq indi daha detal danışaq, reytinq olaraq indi oxuduğun universitet daha yuxarıdadır, daha qabaqcıldır, dünya səviyyəsində top 50-dədir. Yanılmıramsa 39 olmalıdır. Bir reytinqdə 39, bir reytinqdə 49-dadır. Bu qədər istəyirəm ki, o keçiddən danışasan. O keçid qərarı, keçid prosesi, nələrlə müraciət elədin, necə oldu? Mənim magistraturaya müraciət istəyim 4-cü ilin elə oktyabr ayından başladı, sentyabr-oktyabr ayından. Orada həmin vaxtda praktikaya başlamışdım, həmin vaxtı idi.
Orada elə bir ki, mən istəyirdim ki, əsas istəyim o idi ki, orada qutarandan sonra həmin o internship getdiyim yerdə işləyim. Amma bakalavr məzunu olaraq bu biraz çətin idi. Yəni bakalavr məzununa, çünki sən Çində az müddətdə qalmısan deyənə bizə iş vizası vermələri çətin olur və həmin o holdingin CEO-su ilə biz orada sadəcə karyera kimi bir görüş olmuşdu. Bizə məsləhətlər verirdi, karyera müzakirəsi kimi və həmin o insan özü də elə Zeycan Universitetindən məzun olmuşdu. O mənə dedi ki, sadəcə belə məsləhət olaraq dedi ki, sən get ora müraciət elə. Belə özü mənə dedi ki, sən qutarırsan, get ora müraciət elə, oradan qəbul al. Mən də fikirləşdim, dedim, yəni mən 2 ildir artıq burada yaşayıram bu əyalətdə. Yəni gedib yəni artıq bura uyğunlaşmışam. Burada məsələn network olsun, çoxlu insanlar tanıyıram. Dedim elə bu əyalətdə də qalsam mənim üçün daha yaxşı kömək olar. Ona görə elə mən əslində başqa bir universitet fikirləşmirəm. Elə məqsəd o idi ki, Zeycan Universitetinə qəbul alacağam. Bir gedirsən də, sən bakalavrda da ancaq bir universitetə müraciət. Yəni risk alıram elə bir ki, yəni müraciət elədiyim universitetdən də ki, qəbul gəlir də belə. İkinci digə bundan da qəbul gəldi şükür. Deməli dedim, yəni bu olacaq, başqa bir şey də olmayacaq da. Sonra amma istəyirdim ki, tam pulsuz oxuyam da. Yəni çünki bakalavrda da düz təqaüdlə oxumuşdum, amma aylıq xərclərimi özüm qarşılayırdım deyənə istəyirdim ki, bu tamamilə bu tam təqaüd olsun. Onun üçün təqaüd proqramlarla maraqlandım. Bizdə elə bir ki, 2 cür Çin hökumət təqaüdü var idi. A və B təqaüd proqramları. Mən A olan ilə maraqlandım. Çünki burada həm Azərbaycan da rol oynayır. Elə bir ki, bizim Təhsil Nazirliyi olan proqramı deyirsən. Bəli, bizim Təhsil Nazirliyi proqram. Bu elə bir ki, 2 ölkəni bir araya gətirən təhsildə bir əməkdaşlıq olan bir proqramdır. Hökumətlər arası proqram. Və dedim ki, bu xətt ilə mənim müraciət eləməli olduğum xəttdir. Sonra maraqlandım qəbul şərtləri ilə falan. Gördüm ki, yəni mən bu universitetə uyğun kandidat kimi sayılıram da. Sonra sizinlə elə bir ki, Zülfiyə xanım, sonra Vüsalə xanım mənə dəstək oldular bu proseslə bağlı. Elə orada hökumətlər arası təqaüd proqramında 3 dənə universitet seçilməlidir. O Təhsil Nazirliyinin portalında. Orada birinci hansını seçiriksə prioritet kimi o elə bir ki, öncül götürülür. Mən elə orada ilk Zeycanqı götürmüşdüm. Qalan ikisinə bilmirdim ki, nə yazam. Çünki məqsəd oraydı da başqa universitet görmürdüm də. Yəni başqa universitetdə yazmaq istəmirdim. Amma artıq o xananı boş qoymamaq üçün 2 dənə universitet seçdim. Birini Şanxaydan, birini Pekindən seçdim. Onları da qeyd elədim. Amma bu təqaüd proqramının əsas tələbi o idi ki, ən azı bir universitetdən pre-admission olmalıdır. Mən də Zeycan Universitetinə elə bir müraciət elədim. Onlar əslində adətən içində 14 gün çəkir bu müraciətə baxılma prosesi. Baxırlar, dəyərləndirirlər, daha sonra geri dönüş edirlər. Amma Təhsil Nazirliyinin bu qoyduğu deadline çox erkən idi yəni. Və o yeni il vaxtına düşürkən o üst-üstə düşürdü və pre-admissionu gec alma ehtimalım var idi. Daha sonra mən öz universitetimdə orada CIE var idi, College of International Education. Onlar oranın dekanı, mənə arası çox yaxşı idi. Və mən ona dedim ki, izah elədim ki, prosesi, mən bu universitetə müraciət eləmişəm. Dedim, yəni, əgər orada sizin tanıdığınız orada elə bir ki, bu qəbul şöbəsində tanıdığınız bir müəllim varsa, yəni, deyə bilərsiniz ki, prosesi daha sürətləndirsinlər. Çünki deadline geciksə, mən submit elə bilməyəcəm də bu letteri, məktubu. O, çox sağ olsun, mən deməyimdən elə
mənim yanımda zəng elədi həmin o tanıdığım müəllimə. Onlar dedilər ki, tamam biz onun application number istədilər və səhərsi günü mənə pre-admission göndərdilər. Çox belə qısa müddətdə. Ondan sonra artıq bir növ içimdə bir rahatlıq yarandı ki, artıq Zeyjan məni qəbul yəni şərti olaraq da qəbul edir məni bu sənədlərimə görə. Amma hələ müsahibə keçirməyib də hələ məndən. Sonra Təhsil Nazirliyi ilə müsahibəmiz oldu. Orada da Canlı qatıldın, onlayn qatıldın? O onlayn olur onların müsahibəsi. Biraz detallara girə bilərsən ki, müsahibədə kimlər təxminən hansı background adamlar var idi? Nə tip müsahibə getdi? Müsahibədə adətən 2 nəfər sənin ixtisas sahəndən olur və 2 nəfər də hamısı Təhsil Nazirliyinin əməkdaşları olur və onlar sənə ixtisas yönümlü suallar verirlər və bir də Azərbaycan tarixindən suallar verirlər. Burada daha çox məsələn bizdə başladı müsahibədə ilk olaraq məsələn götürənlər hamısı Azərbaycanlılardır və orada ilk dəfə sual verirlər ki, yəni ingilis dilində olsun yoxsa Azərbaycan dilində. Məsələn mən dedim ki, mən ingilis dilində başladıq mənim müsahibəmdə, amma Azərbaycan tarixi ilə olan sualları Azərbaycan dilində verdilər. Daha çox bu ixtisas yönümlü suallar məndə oldu. Azərbaycan və Çin arasında olan bu əlaqələr olsun, biznes əlaqələri, orada şeydə toxundum. Bu bir kəmər, bir yol var, bir aray var, Belt and Road Initiative. Belt and Road. Ondan bağlı müzakirələr oldu, suallar verdilər. Daha sonra Çinin Azərbaycana etdiyi yatırımlar olsun. Sonra ümumi terminlər oldu. Məsələn, bakalavrda keçdiyim bu məsələn iqtisadiyyatla bağlı olan terminlərdən suallar verirlər ki, bu tələbə öz sahəsindən bağlı nə qədər malikdir məsələn bu sahəyə. Daha sonra nəyə görə maliyyə seçirəm? Mən bu sahədə nə kimi belə deyim, özümə və yaxud Azərbaycana və yaxud hər hansısa bir gələcəkdə işləyəcəyim bir yerə nə kimi töhfə verə bilərəm. Sonra isə axırda sonda keçdik Azərbaycan tarixinə, Qarabağ tarixinə, 2-ci Qarabağ müharibəsindən suallar oldu. Belə rahat keçdi. Məndə müsahibə elə 20-25 dəqiqə çəkdi və yəni çox adamı, tələbəni çox orada stres altına salmırlar. Çox belə söhbət kimi suallar olur və rahat oldu. Bir ayda sonra, müsahibədən bir ay sonra artıq dedilər ki, bəs siz namizəd olaraq Çin tərəfinə yönləndirildiniz. Bu müsahibə təxminən nə vaxt oldu? Müsahibə fevralda oldu. Ya fevral ayında oldu. Fevralın əvvəlində. Martda artıq cavab gəldi ki, Çinə yönləndirildiniz. Martın sonları idi, cavab gəldi, Çinə yönləndirildiniz. Apreldə də artıq Çin tərəfindən, universitet tərəfindən mail gəldi ki, siz universitetin müsahibəsinə qoşulmalısınız. Oradakı onda artıq mən Çində buradakı müsahibəni Azərbaycanda verdim. Həmin vaxtı qış tətilinin vaxtına düşmüşdü. Amma Çindəki müsahibə olanda Çində idim. Yaxşı idi ki, elə bir ki saatlar üst-üstə düşür. Çünki arada 4 saat fərq var deyənə o əgər Çindəki Azərbaycandakı müsahibəni Çində versəydim, o 4 saat təsir eləyə bilərdi və yaxud Çindəki müsahibəni də Azərbaycanda versəydim, o da təsir eləyərdi. Çünki 9-da olan müsahibə bura saatından 5-də olacaqdı. Çox erkən olacaq. Ona görə o cəhətdən yaxşı oldu ki, hər ikisi də o olduğu əraziyə görə tənzimləndi. Oradakı müsahibədə də o müsahibə biraz stresli oldu. Çünki necə idi? Mən bilirdim ki, mən böyük bir ekrandayam orada və aradan orada komitə var idi. Elə bir ki, qəbul komitəsi. Onlar 4 nəfər oturmuşlar orada və onlar dayanmadan mənə suallar verirdilər. Yəni məndə döydülər suallarla. Məndə çünki CV-də mən içində könüllü fəaliyyətlərim olsun, yəni həqiqətən çoxlu o
Çində oxuduğum 2 il müddətində, yəni canlı oxuduğum 2 il müddətində çox layihələrdə, çox tədbirlərdə falan iştirak eləmişəm və onların da çoxunu o ekstrakurikular kimi yazmışam. Onlara çox maraqlı gəlir və hamısını incə-incə məndən xırdalamamı istəyirlər ki, yəni nə etməmisən orada, hamısından suallar verirlər. Yəni məndə həmin universitetin müsahibəsi 1 saat çəkdi, yəni. Keçəndə o klikləyəndə gördüm ki, artıq 59 tamamdır da, 59 dəqiqədir. O müsahibə stresli oldu. Çünki bir dənə proqram direktoru idi. O müraciət etdiyim maliyyə departamentinin direktoru və digər qəbul komitəsindən suallar və mənə dayanmadan sual verirlər, mən cavab verirəm. Daha sonra bir nəfər vermir də, hərəsi bir tərəfdən verdi. Biraz stres altına salmışdılar. Amma yaxşı keçdi. Çünki onlara da maraqlı gəlirdi ki, Çində background olan bir tələbədir, daha çox sosial aktiviteləri var, təcrübələri var. Onunla bağlı təcrübələrini bölüşməyimi istədilər. Onlar üçün çox maraqlı oldu. Mənim üçün də maraqlı keçdi, amma biraz stresli olmuşdu. Burada istəyərdim ki, sən həm təqaüdə, həm də Zeycanga müraciət edəndə hansı 87 ortalama dil sertifikatı tələbin var idi orada? Dil sertifikatı tələb var idi. Minimum ya 6-5 ya da 7 istəyirdilər, amma məndə bakalavr ingilis dilində olduğuna görə azad oldum. Azad oldum, bəli. Və davamında Zeycangdan apreldə müsahibədən sonra nə qədər vaxt sonra cavab gəldi Zeycangdan artıq sənə? Zeycang cavab vermir. Zeycang ümumi olaraq Nazirliyə geri dönüş eləyir. Zeycang cavab vermə səlahiyyəti yoxdur. Əslində mən çox maraqlı bir şey olmuşdu. Mən zəng eləyirdim bunlara, Çində olanlara, deyirdim ki, bəs müsahibə ilə bağlı nəticə. Bunlar bizə mənə deyirlər ki, məlumat verə bilmərik və yaxud görürdüm ki, cavab vermək istəmirlər də mənə. Mən də artıq məzun olmuşam, Bakıya gəlirəm. Çünki tələbə vizam bitir də, vaxtı bitir. Mən artıq Bakıya gəlirəm və dedim ki, Bakıya getməmiş, mən gedim həmin kampusa qəbul komitəsindən üzbəüz görüşüm. Yəni kimsə tapım soruşum. Və ora getdim mən, həm də kampusu dedim görmək yaxşıdır da, bilim ki, əgər qəbul olsam, çünki hələ qəbul cavabı heç nə çıxmayıb. Dedim ki, qəbul olsam, bilim ki, mən harda oxuyacam, necə bir şəraitdir falan. Getdim, orada məni bizim universitetdən olan mənim bir dostum İndoneziyalı tələbə, o da orada oxuyur. Əvvəl Qonqşanda oxuyur. O elə bir ki, mənim indiki proqramımda seniorumdur. O indi bu il məzun olacaq. O məni qarşıladı, orada apardı, gəzdirdi kampusda falan. Sonra qəbul departamentinin ofisini göstərdi. Mən getdim, onlarla söhbət elədim. Dedim, budur, bu prosesdir, mən müraciət eləmişəm və sizin də müsahibənizə girmişəm, amma hələ mənə heç bir cavab yoxdur. Onlar mənə deyirlər ki, sən bura kimi yəni gərək əziyyət çəkməzdin də, yəni biz sənə heç bir məlumat deyə bilmərik. Çünki sənin qəbul prosesin Çin hökumət tərəfindən aparılır və sənin hökumətinə, əgər Çin hökuməti, çünki maliyyələşdirən Çindir, yəni o qəbul eləsə, sən qəbul olursan. Çünki bu təqaüd xətti universitetin nəzdində deyil, universitetin səlahiyyətidir. A kateqoriyası universitetin səlahiyyətində deyil də. Əslində elə B kateqoriyasıdır. A kateqoriyasının bir dənə fərqi odur ki, Azərbaycan da bu işdə elə bir ki, Azərbaycan xətti ilə müraciət edirsən. Amma hər ikisində də Çin hökuməti maliyyələşdirir və yekun qərarda o Çinin China Scholarship Council gedir, deyim mi? Həmin o şura sənə qərar verir. Və onlar bir dənə mənə yaxşı bir şey dedilər ki, o məni biraz dedilər ki, narahat olma, yaxşı olacaq. Bir dənə bu söz dedilər mənə. Mən onda biraz rahat oldum ki, yəni heç olmasa yaxşı bir şey dedilər də, yəni neqativ bir şey demədilər. Sonra mən Bakıya qayıdandan sonra bir həftədən sonra mən artıq mail gəldi ki, girin portalı yoxlayın. Yəni mail gələndə də qəbul olduğumuz, nə qəbul olub olmadığımız yəni sadəcə deyir ki, yenilənmə var. Portalda yenilənmə var. Girib, yəni portal açanda
görürük nə yekun nəticədir. Orada gördüm ki, elə sənədləri o admission letteri yükləmək üçün hissə qoymuşlar artıq. Onda yekunlaşdı ki, hə, təqaüd qəbulu alınıb. Çünki o təqaüdü qazanmaq mənim üçün həqiqətən çox önəmli idi. Çünki mən bakalavr vaxtı da istəmişdim, amma eləyə bilmirdim. Çünki bakalavr zamanı ingilis dilində təhsil almaq istəyən tələbələrə Çin hökumət təqaüdü olmur. Əgər Çin hökumət təqaüdü istəyirsə, gərək təhsil alacağımız dil Çin dilində olmalıdır, tədris dili. Amma ingilis dilində olanda bakalavr vaxtı elə bir imkan yox idi. Amma magistraturada problem deyil. İngilis dilində də tədris alsan, müraciət edə bilərsən. O Çin ingilis dilində tədrisə. İndi mən istəyirəm ki, biraz da həm Qonqşanda, həm də indiki Zhejiangdakı təcrübəni fərqliliklər, biraz paralellər aparasan, müqayisələr aparasan ki, çünki Zhejiang bizi izləyən digər tələbələr, ailələr üçün indi bəlkə biraz sən də daha dərinə gedərsən, amma reytinqlərdə yalnız Times-da 39-dadır dünya üzrə. Dünya universitetləri sırasında QS-ə görə 49-dadır və dünyanın top 50 ən yaxşı universitetindən biri olaraq 2 fərqli reytinqdə qəbul olunur. Çinin ən yaxşı reytinqlərdə 2-3 universitetindən biridir. Yəni Tsinghua-dır, Pekindir, Zhejiangdır. Bu qəbildəndir. Yəni o mühit orada necə hiss olunur, necə görünür, nələr oxşardır, eynidir, nələri fərqli görürsən. Artıq bir təxminən biz podkastı çəkdiyimiz vaxtda bir təxminən 4-5 ayda oranın tələbəsisən, artıq təhsili başlamısan. Bir semestrdə bitib yanılmıramsa. Bəli, bir semestr bitdi. Artıq istəyirəm ki, biraz o təcrübən haqqında danışasan ki, necə bir təcrübədir, necə bir universitetdir, necə bir mühitdir, qrup yoldaşların, proqram, biraz detallara girək. İlk olaraq deyim ki, əyalət eyni əyalətdir, yəni ərazi olaraq mənim üçün çox da bir fərqlilik olmadı. Yəni çünki Qonqşang Universitetindən həmin indiki oxuduğum Zhejiang kampusuna 1 saat 45 dəqiqəlik məsafəli yol idi. Yəni bu da ərazi olaraq, yəni məsələn hava şəraiti olsun, digər şəraitlər olsun, fərqlilik yox idi. Amma kampus olaraq məsələn Zhejiang Universitetinin mənim indi oxuduğum kampus əslində Zhejiangın digər kampuslarından da fərqlənir. O indi oxuduğumuz kampusun adı Beynəlxalq kampus gedir. Daha çox oranı elə bir ki, daha çox Avropa, Amerika kimi universitetlərin bu konstruksiyası o dizayndadır elə bir ki. Daha onu çox oxşadıblar. Onu oxşadı. Yəni yerli Çin universitetləri quruluşunda deyil. Hər şey tamamilə fərqlidir orada. Yəni adı beynəlxalqdır, elə daxili də beynəlxalqdır, çünki beynəlxalq tələbələr çoxdur, müxtəlif Avropa ölkələrindən tələbələr var. Amma Qonqşangda elə deyildi. Qonqşangda daha çox məsələn Avropadan tələbə sayısı çox, məsələn deyəm ki 20 nəfər idi və yaxud çox deyil idi. Amma burada məsələn elə bir ki kampusun özü də beynəlxalq idi və həqiqətən daxili də. Məsələn hər bir ölkədən vətəndaş var. Məsələn mən ilk dəfədir Maldivlidən bir insan tanıyıram. Məsələn mən maliyyə ixtisasında Maldivdən bir qrup yoldaşım var. Məsələn Bangladeşdən bir qrup yoldaşım var. Yəni fərqli backgroundlardan gələn bir insanlardır hamısı. Amma Zhejiang, Qonqşangda da düz idi. Yəni orada da fərqli ölkələrdən var idi. Amma burada o necə deyim? O daha mühit elə bir ki, biraz fərqlidir. Amma necə mühit? Yəni insanlar dəyişir deyənə mühit də fərqli olur və hər bir insan fərqli backgrounddan gəlir deyənə o da insana təsir eləyir. Amma ümumi olaraq Çin eyni Çindir, idarə etmə eyni idarə etmədir, universitet idarə etməsidir, qaydalardır, qanunlardır, hamısı yəni eyni formatdadır. Çünki məsələn bizə demişdim ilk ildə qaydalar keçmişdilər. Eyni qaydalar burada da, amma burada imtahan olmadı düzdür. Sadəcə bir olsa udardın yenə, hə? Bilmirəm, amma şeydir, keçdilər yəni həmin qayda. Çünki çox önəm verirlər o qaydalara. Viza prosesi olsun, tələbənin hüquqları olsun,
hamısının eyni şeylər təkrarlanırdı bunlar mənim üçün. Ona görə çox da yəni diqqət çox da fokus olacağım bir şey deyil. Çünki bilirdim yəni bütün bu prosesi. Onun üçün mənim üçün rahat oldu. Amma digər yeni gələn tələbələr üçün onlar üçün artıq bu önəm daşıyırdı ki, necə davranmaq lazımdır, hansı qaydalar var, qanunlar var. Məsələn, mənə maraqlıdır ki, biznesdən maliyyəyə keçən biri əziyyət çəkirmi? Çünki bakalavr biznes daha belə özün dediyin kimi müxtəlif fənlərin belə deyim də məlumat verir, daha öyrədici, sahibkarlığa doğru, entrepreneurshipə doğru. Amma burada maliyyədə biraz daha rəqəmlər daha çox işin içinə girir. O nə qədər hiss olunur dərslərdə, dərslərin mahiyyətində, nə qədər ağırdır, rahatdır, yoxsa fərqmi var proqramda? Mən düzün desəm, mənə həqiqətən uyğunlaşmaq çox çətin oldu. Yəni digər çünki görürdüm ki, maliyyə sahəsindən gəlib oxuyanlar üçün rahat olur. Çünki bəzi dərslər var ki, onlar artıq bakalavrda götürüblər. Amma mənim indi götürdüyüm və yaxud olan dərslər mənim bakalavrda yəni heç bir tanışdığım olmamışdı da bu indiki götürdüyüm dərslərlə. Ona görə biraz məndə çətinlik yarandı. Bizdə məsələn bir ildə 2 dənə semestr olur. Bir payız semestri, bir də ki qış semestri olur. Hər semestrdə də elektiv dərslər götürülür. Məsələn, orada var idi makroeconomics var idi, bir də strategiya innovation management var idi. Mən artıq makro keçmişdim yəni bakalavrda, digərini götürdüm və digər elektivlər də arasında, çünki bunlar ikisi də eyni time periodlardır, yəni ikisindən birini götürmək lazım idi. Sonra orada blockchain dərsi var idi. Daha çox elektron pul vahidlərindən bəhs edən bir dərs idi və digəri də quantitative modeling, daha çox kodlaşdırma tələb edən bir dərs idi. Mən əslində daha çox bu blockchain həm də professorun özü də çox tələb olunan professor idi. Yəni onun da dərsləri fikirləşdim ki, maraqlı olacaq. Elə həmin dərsi götürdüm. O dərslər orada yəni heç bir belə deyim, rəqəmlər falan, yəni hesablama yox idi. Sadəcə dərsin özləri çox maraqlı idi, yəni götürdüm. Amma digər dərslər var idi. Məsələn, investment dərslərimiz var idi. Sonra Applied Financial Econometrics. O adı belə qorxudur. O bizim elə bir ki IMF deyirlər. Deyirlər ki, IMF-in o bəlalısıdır elə bir ki. Elə bir dərs idi. Yəni bu ümumi bu 4 ayda olan bizə əzab çəkdirən bir dərs oldu, elə bir o. Adı belə qorxuducudur yəni. O elə ki, statistika, məsələn, ümumi bu tezis araşdırma prosesində olan bütün bu modellər olsun, nə kimi teorilərdir, modellərdir, bu məsələn tezis biz dissertasiya görəcəyik də, dissertasiyanı daha yaxşı eləmək üçün bizə bu dərsi ilk öncə keçirlər ki, biz o dissertasiyada olan, tezisdə olan bu prosesləri daha aydın başa düşək. Burada mövzu əslində professor çox yaxşı keçirdi, amma subjekt olaraq çox geniş idi. Çox qəliz idi, həm material çox idi. Yəni bəzən dərslər də 3 saat olurdu bizdə. Bəzən dərsdə otururduq. Yəni sinifin ən savadçısı belə bəzən başa düşmürdü. Yəni belə deyirdi ki, yəni özdə həmin dərsdən də final imtahanı keçirilirdi semestr sonunda. Amma digər dərslərdən sadəcə quizlər olurdu, bir də layihələr olurdu, qrup layihələri. Burada amma imtahan da var idi. Bu mütləq imtahan olmalı idi. Çünki özdə necədir? Bundan əvvəlki o maliyyə bizim proqramda olan əvvəlki məzunlar olsun, əvvəlki illər olsun, onlarda bu dərsdə imtahan olmamışdı. Sırf ilk imtahanı götürən tələbələr biz olmuşuq. Çünki həmin proqramın direktoru qərara gəlib ki, bu dərs çox önəmli dərsdir. Tələbələrə dissertasiya işində çox kömək olacaq deyə və tələbələr daha məsuliyyətlə yanaşsın deyənə buna imtahan təşkil elədi. Ümumi demək olar bu 4 ay müddətinin 2 ayı elə bütöv bu imtahana hazırlaşma prosesi oldu. Çünki material biraz çox idi. Hamı
məsələn kitabxanaya girirdik, çox maraqlı bir şeydir. Demək olar bir mərtəbəsi ancaq bizim qrup uşaqları idi. Bizdə də 100 nəfər qrup uşaqları var idi elə bir ki, ümumi. Daha çox çiklilər idi və 25 nəfər də xarici tələbə idi. Bir daha onu qeyd edim ki, bu proqramın bir də beynəlxalq eləyən nədir? Burada həm Çinli tələbə ilə xarici tələbələr bir yerdə olurdu. Yəni bir sinifdə dərs keçirdilər. Qonşanda elə deyil. Qonşangda elə deyildi. Qonşangda International Business ixtisasında olan tələbə, beynəlxalq tələbələr ayrı dərslər olurdu, amma eyni ixtisasda olan Çinli tələbələr də ayrı keçirilirdi. Və Çinli tələbələrdən beynəlxalq tələbələr bir-birlərlə çox da kommunikasiyası olmurdu. Qıraqda belə kitabxanada falan görəndə deyirdi ki, sən bu da eyni proqram, amma belə eyni sinif ortamında eyni şeyləri olmurdu. Yəni ortaq bir şey yox idi. Yəni bir-birlərimizi tanımırdıq. Amma burada çox maraqlıdır. Çünki sinifin demək olar 80% Çinlilərdir, qalanları hamısı xaricilərdir. Xaricilər də hamısı fərqli ölkələrdəndir. Və Çinlilər də belə bir şey deyim ki, Çinlilərin bu universitetə qəbul olması üçün bizdən qat-qat çox əziyyət çəkirlər. Yəni onlarda o qalqala imtahanı var və onlar bu universitetə bu kimi Zhejiang olsun, Pekin olsun, digərləri qəbul olmaq üçün minimum elə bir ki 700, məsələn mən yadımdadır 700 ballıq sistemdən ən azı bir 650 yığmalıdılar ki, bura düşələr. Yəni elə bir çox belə Zhejiang onların Stanford kimi, nə bilim, UPenn kimi də, yəni Amerikadakı top universitetlər, nə bilim, Oxford, Cambridge qədər necə girmək Avropalılara bizim üçün çətinsə, Çinlilər üçün də dediyin kimi Gaokao dünyanın ən çətin imtahanlarından birisi. Hətta siz bu Stanford dediniz, mən bir şey yadıma düşdü. Bizdə deməli bu oktyabr ayında bizim departament bu Dünya Bankının vitse-prezidenti həm də xəzinədarın Hua Jindongdadır. Onu gətirmişdilər bizim həm universitetə. O bizə elə bir ki 2-3 dərslik şey verdi. Master class verdi. Lecture verdi elə bir ki, maliyyə ilə bağlı, World Bankda iş təcrübəsi ilə bağlı keçmiş elə 2 il orada iş təcrübəsi olub və o həmişə deyirdi ki bizə, deyirdi siz unutmayın ki siz Zhejiang'ı siz Stanford dediniz, o MIT deyirdi. Deyirdi ki Zhejiang Çinin MIT-sidir. Yəni elə bir təsəvvür edin ki, yəni siz elə bir yerdə oxuyursunuz. Yəni deyir bəzən deyir tələbələr deyir burada narahat olur ki, gələcəkdə necə uğurlu olum və yaxud necə uğurlu ola bilərəm. Deyir mən sizin deyir hamınıza söz verə bilərəm ki, siz müəyyən bir yaşa çatandan sonra hamınız fərqli sahələrdə mütləq uğurlu olacaqsınız deyir. Yəni ondan deyir narahat olmayın. O Zhejiang'ın backgrounduna görə. Deyir yəni siz ondan narahat olmayın. Deyir çünki siz həm də özü də elə bir ki əvvəllər də bura məsələn gəlir eləyir. Onun məsələn mən onun keçdiyi o sistem olsun, o daha çox bizə dərs keçmirdi. Elə bir ki həm World Bankdakı təcrübəsindən, həm bizə maliyyə ilə bağlı məsləhətlər olsun və o necə məsələn onun da öz backgroundu maliyyə olmayıb da necə elə bir ki kənd təsərrüfat mühəndisliyindən elə bir ki yönəlib maliyyə sahəsinə. Orada elə bir ki hansısa bir agriculture-da olan bir şirkətin elə bir investisiya alıblar. Daha sonra burada o investisiyalar olsun, bu falan onu cəlb eləyib maliyyə. Daha sonra Amerikaya yönəlib ondan bağlı gedib orada maliyyə üzrə magistr alıb. Ondan sonra da fərqli yerlərdə ola axırda Dünya Bankında xəzinədar olaraq fəaliyyətə başladı. Elə onun məsələn mən keçdiyi bizə o yöntəmi çox bəyəndim. Elə o Stanford dediniz ondan yadıma düşdü. Dedim onda bölüşüm maraqlı bir hekayə. Ümumiyyətlə sən bayaq blockchain dedin, sonra innovasiya dedin. Onda düz anlayıramsa bu tam da belə ağır
maliyyə ixtisası deyil, biraz daha çox müasir texnologiya, fintechə yönələn Bəli. maliyyə ixtisasıdır sizin ixtisas. Bəli. Ağır əslində bizdə dərs seçimi çox müxtəlif dərs seçimləri var. Hansı tələbəyə hansı uyğundursa o üzrə gedir. Bəzi tələbələr var, kodlaşdırma sahəsini xoşlayır. Bu məsələn çünki bizdə bu quantitative modeling var, dərsi var. Məsələn, onu hansı tələbələr ki, məsələn Python yaxşıdırsa onu seçirlər. Elə tələbə var ki, kodlaşdırma ilə marağı yoxdur, digərini seçirlər. Amma standart maliyyədə məsələn biz bilirik ki, nədir? Hesabatlardır, sonra və yaxud açot-uçotdur və yaxud auditdir. Məsələn, bu sahələrdən xeyli kənardadır. Məsələn, bu kimi dərslər bizdə heç keçirilməyib. Ancaq daha çox məsələn konfranslar keçirilir. Görürük ki, bizə daha çox maliyyə texnologiyasından danışırlar və son zamanlarda süni intellektlə inteqrasiyasını onu birləşdirirlər. Süni intellekt çünki xeyli inkişaf edir orada da. Onlar onu daha çox bizə bildirmək istəyirlər ki, trendləri izləyin, süni intellekt bu sahəyə necə təsir eləyir. Onunla bağlı da məsələn hər bir dərslərdə onu vurğulayırlar. Investment dərsində belə onu vurğulayırlar. Məsələn digər məsələn financial markets dərsi var idi. Orada o dərs tamamilə riyaziyyat idi. Financial Markets Institution'dır. Orada daha çox formulalarla işləyirdi ancaq. O dərs biraz çətin idi, amma bizdə sonunda imtahan olaraq olmadı. O da fərqli layihələr oldu. Əsasən bu Econometrics dərsindən savayı digər bütün dərslər Econometrics'in özündə də midterm olaraq layihə keçirdilər. Daha sonra bu proqramda istəyirlər ki, tələbələr bir araya gəlsinlər. Tətbiq eləsinlər. Daha çox qrup işlərindən çox önəm verirlər. Və qrup işlərdə mən fikir verdim, Gongşangda olan təcrübə ilə buradakı çox fərqlidir. Çünki burada tələbələr də məsələn Çinli tələbələrlə birlikdə işləmək çox maraqlıdır. Burada məsələn mən Gongşangda olanda Çinli tələbələrlə işləmək kimi, yəni dərs fəaliyyətində bir təcrübəm olmamışdı. Amma burada çox maraqlı. Çünki onlar və professorlar da elə ayarlayırdılar ki, qrup işlərini. Xarici məsələn bütöv Çinli tələbələr hamısı bir yerdə olmasınlar da. İstəyirlər ki, ən azı bir qrupda Çinli tələbələrin qrupunda 2 nəfər xarici olsun və ya 1 nəfər xarici olsun ki, bunlar uyğunlaşa bilsinlər. Və onlarla bir yerdə işləmək, qrup işindən bir yerdə fəaliyyət göstərmək həqiqətən çox maraqlıdır. Yəni birdən elə bir ki, onlar deyirlər ki, amma bəzən yaxşı cəhətləri də var, pis cəhətləri də var. Nədir? Pis cəhət odur ki, onlar istəyirlər ki, hər bir şeyi özləri eləsinlər. Bizə məsələn deyir ki, mən də bu işin eləyə bilərəm. Deyirlər ki, yox, sən məsələn eləmə çətin işləri istəyirlər ki, özləri görərlər. Bizə asan işləri verirlər, çətinlərin hamısını özləri görürlər və bu məsələn yaxşı cəhət deyil, amma belə kommunikasiya olsun, görürük ki, bunlar da beynəlxalq elə bir ki, bu mühitə uyğunlaşmaq istəyirlər. Əslində orada bir tələbə var. Demişdi ki, bu universitetin sırf bu kampusun əsas məqsədi odur ki, Çin tələbələri daha belə elə bir ki, Outlook-un görünüşü, dünya görüşünü daha da aşmaq istəyirlər ki, beynəlxalq tələbələr bunlara kömək eləsin. Ona görə proqramı eləyiblər. Həm Çinli, həm də beynəlxalq tələbələr bir yerdə olsun. Başa düşdüm. İndi irəliləyən dönəmlə bağlı, özünlə bağlı, karyeranla bağlı planın nədir xəyal? İndi yavaş-yavaş artıq magistr təhsil almaqdasan, il yarım vaxtın var, amma ümumilikdə özünlə bağlı necə bir yol xəritəsi düşünürsən? Mən hazırda yəni mən əvvəlki indi istəyirəm, bizdə də bu proqram üçün 6 ayda internship istəyirlər, 6 ay praktika keçməliyik. Mən indi maliyyəni seçməkdə əslində məqsədim daha çox bu məsələn
mən bir də bakalavr vaxtı da investisiyalara marağım var idi. Ümumi yatırımları məsələn izləyirdim, stok marketi izləyirdim. Onları maraqlı gəlirdi, enişləri, qalxışları görmək. İstəyirdim ki, biznes düzdür. Biznes mənim ixtisasım olub, o maraqlı idi. Amma bu daha çox çünki biznesin arxasında da maliyyə. Demək olar maliyyə qərarları biznesə təsir eləyir də. Ümumi biznesin inkişafı dünyada olan baş verən bu maliyyə qərarlarından təsirlənir. Ona görə istədim ki, daha çox bu sahəyə yönəlim və ümumi marağım da bu investisiyalara doğru yönəlir. İndi az əvvəl dediyim kimi Çində keçdiyim praktikada şirkətlə yenə danışmışdım onlarla. Onlar mənə dedilər ki, sən gəlib 6 ay burada keçə bilərsən praktikada. Bizim investisiya departamentimiz var orada. Böyük şirkətlərə yatırımlar eləyirlər. Onlar mənə dedilər ki, sən istənilən vaxtı, yəni bura gəlib sırf öyrənmək üçün də gələ bilərsən. Yəni boş vaxtında da gəlib dedilər çünki sənin üçün hazırda ən önəmli şey öyrənməkdir. Praktik olaraq bu sistem necə işləyir. Və onlar dəvət elədilər ki, 2-ci semestrdən başlayandan sonra gəlib istədiyim, çünki o həmin şirkətdə yaxındır. Eyni şəhər arasında çox məsafə yoxdur. Və dedilər ki, gəlib orada həmin departamentdə, yəni əvvəlki departament korporativ idarə etməkdir. Orada fərqli işlərlə satış idi, marketinq idi. O mənim bakalavrdakı təcrübə sahəm idi. İndi isə orada investisiya departamenti, maliyyə departamentinin investisiya şöbəsində istəyirəm ki, orada başlayım və orada artıq bir müddət təcrübə keçəndən sonra planım var ki, məsələn, Çində müəyyən bir qısa müddətli olsun, uzun müddətli olsun, müəyyən bir iş təcrübəsi əldə edeyim. Çünki Çində olan bu artan inkişafı insan gördükcə daha da maraq yaranır ki, yəni bu trenddən geri qalmamaq üçün, trendin içində olmaq üçün elə burada yaşayıb onu öz gözümüzlə görüb, öz təcrübəni özümüz yaşamaq məncə daha yaxşıdır. Qəşəng. Xəyal istəyərdim ki, bizi izləyən sənin 2020-dəki halında, 21-dəki halında olan və ya keçən ildəki halında olan hansısa bir şagird və ya bakalavr tələbəsi varsa ki, Çində oxumaq ehtimallarından biridir, qərar verə bilmir və ya düşünür, maraqlıdır. Ona bir neçə məsləhətini bölüşəsən, belə deyim də. Bu yol artıq bir təhsili bitirmiş, ikinci təhsilin də ortasına doğru getməkdə olan biri olaraq ümumiyyətlə fikir ola bilər, məsləhət ola bilər. Bunları mütləq eləsinlər, bunları eləməsinlər tipli deyəcəyin nələrsə varsa ki, yaxşı ki bunları eləmişəm, yaxşı ki gərək bunu eləməzdim deyəcəyin müxtəlif nöqtələr olsa həm tələbələr üçün, həm ailələr üçün faydalı olar. Başa düşdüm Rüfət müəllim. Mən ilk öncə bu universitetə gəlməmişdən qabaq deyim ki, bütöv tələbələr üçün, yəni fərq etmir, Çində oxumaq istəyən, istəməyən, ümumi Azərbaycanda olan, yəni məsələn 10-cu sinif şagirdi və yaxud 11, yəni abituriyent tələbələrə demək istəyirəm ki, Çin dili öyrənsinlər. Yəni sizin hətta bir yadımdadır, sizin bir videonuza baxmışdım. Orada demişdiniz ki, siz amma ingilis dili üçün vurğulanın. Demişdiniz ki, ingilis dili öyrənmək bir seçim deyil. Yəni o bir seçim deyil, o mütləq öyrənilməlidir. Yəni qlobal dil olduğuna görə demişdiniz ki, o üstünlükdən çıxır da, yəni o artıq bir vaciblikdir. Yəni o ikinci doğma dil kimi sayılmalıdır. Amma artıq mən fikirləşirəm ki, bir 10 il sonra Çin dili artıq bu yerə gəlib çıxacaq. Onu orada görə bilirsən. Yəni əslində Azərbaycanda da günü-gündən artır. Çin dilinə olan tələbat günü-gündən artır. Tələbələr maraq yaranır, öyrənirlər. Yəni demək istədiyim odur ki, Çində oxuyur, oxumur, amma Çin dilinə maraq yaransın, oxusunlar, öyrənsinlər. Yəni mütləq ki, kömək eləyəcək gələcəkdə. Okay. İkinci olaraq da məndə mən Çində oxumaq marağım, yəni mən düzdür. Əslində balaca vaxtından belə bir marağım var idi. Çünki məsələn bizdə məsələn atam da mənim əvvəllər özü Çinə gedirdi, gəlirdi.
o oradan təcrübələrindən danışırdı. Özü də çox bəyənirdi oranı. Ona görə mən də maraq yaranırdı. Deyirdim ki, məsələn, valideynim oranı bəyənib, ona görə mənim üçün də məsələn yaxşı bir yer olar bakalavroda başlayım. Amma özüm ikinci qrupun həvəsində idim. Bakıda oxuma, ikinci qrupa fənlərini xoşlayırdım ki, orada hazırlaşdım. Amma sonradan o Çinli ailə gələndən sonra Bakıya mənim qərarım onda dəyişdi ki, onlar elə ki məni yolumdan dəyişdilər ki, hə, sən gəl Çində oxu. Yəni onlar mənə belə deyim, fikrimə dəyişməkdə əsas məqsəd onlar oldu. Əsas faktor onlar oldu. Və tələbələr də Çində oxumaq, Çin məsələn, Çində olan adət-ənənə olsun, bizdəki olsun çox fərqlidir. Yəni onu məncə bizə şey deyəm ki, artıq vizasızdır da, Azərbaycan-Çin vizasızdır, rahat gedib gəlmək olur. Məncə tövsiyə elərdim ki, əgər orada oxumaq istəyirlərsə, məncə yayda gedib bir 5-10 günlük gedib orada qalıb, oradakı o mühiti görələr. Əgər bəyənirlərsə, ora təzədəndən geri qayıtmaq istəyirlərsə, məncə eləsinlər. Amma birdən-birə Çinlə bağlı heç bir məlumat yoxdur, oradakı yaşamla bağlı heç bir yəni məlumat və ya təcrübə yoxdursa, birdən-birə gedib düşürsə, ora məncə çətin ola bilər. Çünki çox tələbə tanıyıram ki, sırf Azərbaycanlı da olsun, digər beynəlxalq tələbə də olsun, gedirlər, uyğunlaşa bilmirlər, qayıdırlar öz ölkələrinə, deyir, yox, mən burada yaşaya bilmərəm. Burada çünki insanları deyirlər sosial deyil, yeməklər olsun, bu qədər çətin faktorlar olur ki, bəzən insanları öz ölkələrinə qayıtmağa belə təkan verir. Ona görə artıq yollar da açılıb, yəni rahat gedib gəlmək olur. Məncə o çox yaxşı bir şeydir ki, gedib oradakı, həm də orada Çində gəziləcək o qədər çox yer var ki, böyük yerdir və gedib Çində görmələrini tövsiyə edirəm. Çünki gözəl yerlər var orada. Həm getsinlər, görsünlər, əgər maraq yaranırsa, elə orada müraciət eləsinlər. Yox, əgər bəyənmirlərsə də məncə dəyişsinlər, çünki çətinliklər olur. Hələ də olur, yenə də olur və ondan başa çıxmaq lazım. Çünki qaydaları Avropaya görə, Avropada təhsilə görə Çinin qaydaları çox ciddidir, sərtdir. Yəni bəzən tələbələr buna görə öz ölkələrinə qayıdırlar. Və bu bir də bizdə hökumətlərarası təqaüd proqramı var da. Bizdə bu təqaüd proqramında günü-gündən bizdə kvota sayısı artır. Yəni Çində bu təqaüd proqramından oxumaq istəyənlər Azərbaycandan daha da artır və məncə bu gözəl bir fürsətdir. Çünki tələbələr, yəni əslində burada bakalavr üçün biraz daha çətindir. Yəni çünki Çin dilində oxumaq lazımdır. Əgər bu proqrama bakalavrla müraciət ediriksə, gərək Çin dilində, əgər HTP ilə, hökumətlər arası ilə getmək istəyirsən. Bəli, gərək Çin dilində biliyimiz olsun. Amma hər halda yəni bu xəttlə müraciət eləmək tövsiyə eləyərəm. Çünki bütün xərcləri qarşılanır və Azərbaycan ilk onları müsahibəyə aldığına görə namizədlik şansları da məncə əgər müəyyən öz sahələri olsun və ya tarixlə sahələri, bilikləri olsun, yaxşıdırsa namizədliyi məncə göndəriləcək. Yəni çox belə deyim, kompetitivdir, amma yəni tələbələr məncə uyğun tələbələr, namizəd tələbələr yəni uğurla keçə bilər. Yəni Xəyal, mən sənə təşəkkür edirəm. 2 saata yaxın bir podkastımız oldu. Çox təşəkkürlər Bakıya gəldiyin qısa vaxtda bizə vaxt ayırdığın üçün. Səni bir təxminən 6-7 ildir tanıyan biri olaraq sənin uğurlarını görmək, eşitmək, səndən özündən eşitmək çox xoşdur. Sənə Çin nümayəndəsində növbəti 1 il yarımla bağlı bol uğurlar arzulayıram. Ümid edirəm ki, karyeranla bağlı da, təhsilin irəliləyən dönəmi ilə də bağlı arzusunda olduğun, planında olan şeyləri həyata keçirərsən. Çox təşəkkürlər. Çox sağ ol Rüfət müəllim, gözəl sözləriniz üçün var olun. Mən də təşəkkür edirəm sizə bu dəyərli dəvətiniz üçün, bu imkan üçün.
Mən sevinərəm ki, mənim burada danışdıqlarım, təcrübəm izləyən tələbələr olsun, valideynlər olsun, onlara bir növ köməklik göstərirsə, mənim üçün çox xoşdur. Təşəkkür edirəm hamınıza. Məncə çox faydalı oldu. Ümid edirəm ki, bizi izləyən tələbələr də, ailələr də çox faydalanırlar. Çox təşəkkürlər Xəyal. Sağ olun, siz sağ olun.